Təsəvvür edirəm, yəqin ki, hal-hazırda Prezident İlham Əliyevin tüstüsü təpəsindən çıxır. Niyə? Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulos İlham Əliyev və diktator deyibdi. O, bu açıqlamasını Alfa News agentliyinə veribdi. Nələr danışıbdı? Son günlərdə Əliyev özü də Avropaya, Avropanın təsisatlarına, qurumlarına, AŞPAya, Avropa Birliyinə, Avropa İnsan Haqları Məhkəməsinə qarşı fikirlər səsləndirir. Deyir, biz Avropa Məhkəməsinin qərarlarını saymırıq, vecimizə almırıq, Avropa Şurasını vecimizə almırıq və bildiyiniz kimi keçən il Avropa Şurası parlamentindən Azərbaycanlı o saxta deputatları, Səməd Seyidovları iti qovan kimi qovdular. Və bir ildir ki, onlar yerlərinə bərpa olunmayıblar. Baxmayaraq ki, Avropa Şurasına üzv olmağı mərhum Heydər Əliyevin vaxtında Azərbaycan qəbul etmişdi. Bütün şərtlərini Heydər Əliyev qəbul etmişdi. Amma oğlu İlham Əliyev deyir ki, AŞPA indi pisdir. Bəs bundan sonra Azərbaycan hakimiyyətinin ASTV-lərində siz görəcəksiniz ki, Avropa Şurasını, Parlament Assambleyasını topa tutacaqlar. Bəs niyə? Deməli, dəyərli dostlar, xahiş edirəm ki, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Avropa Şurasının, Parlament Assambleyasının, AŞPA-nın prezidenti Theodoros Rousopoulos deyib ki, biz nə Əliyevdən, nə də digər diktatorlardan qorxuruq. Deməli, bildirilir ki, Əliyevin bildiyiniz kimi siyasi rəqiblərini həbs etmək vərdişi var. Bunu AŞPA prezidenti deyir. Və onlar heç vaxt zənglərimizə cavab vermədilər. Həmişə bizə rədd cavabı veriblər. Beləliklə də 2 il ərzində qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina etdikdən sonra, halbuki bu hal daha uzun müddətdir ki, davam edir. Avropa Şurasının tələblərinə hörmət etməkdən imtina etdikdən sonra Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya etməmək qərarına gəlib. Yəni, Azərbaycanlı deputatları AŞPA-dan qovublar. Rousopoulos İlham Əliyevin çıxışı zamanı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımaqdan imtina etməsini də şərh edibdir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Əliyev çıxışı zamanı bildirib, Ada Universitetində bir konferans keçirilmişdi bir neçə gün öncə və orada belə bir çıxış edirdi. Bunun cavabında isə AŞPA prezidenti bildirib ki, heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası belə bəyanatlardan qorxmur, çünki Avropa Şurası öz assambleyasında qanunun aliliyinə, insan hüquqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qərarlar qəbul etməkdə davam edir. Biz heç nədən qorxmuruq. Nə Əliyevdən, nə də özünü diktator kimi aparan başqalarından. Assambleyanın mövqeyi çox aydındır. Biz qərara gəldik ki, üzv ölkələrimizdən heç biri deyə bilməz ki, mən qaydalara hörmət etmirəm. Mən bu qurumdan, bu institusional qurumdan və ya başqa qurumdan imtina edəcəyəm. Rousopoulos deyibdir. Azərbaycanın Xarici İşlər Nazirinin mətbuat katibi Ayxan Hacızadə isə dərhal cavab veribdir. AŞPA anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb. Ölkəmizin rəhbərini təhqir etmək, diktator adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, deyən Hacızadə onu da əlavə edib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması təşəbbüsünü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi Theodoros Rousopoulos'un da adı qara siyahıya daxil edilibdir. Yəni, Rousopoulos Azərbaycana soxularsa rədd ediləcəkdir deyə Hacızadə bildiribdir.
Bəli, konkret və dəqiq elə mən bu ifadələri necədirsə elə deyirəm. Ayxan Hacızadə bildirib ki, bəs Rusopolos Azərbaycana soxularsa. Yəni onun artıq Aşpa prezidenti Azərbaycana gələ bilməz və ona qadağa qoyublar. Düşünmürəm ki, Aşpa prezidenti çox böyük arzuda idi ki, Azərbaycana gəlsin və onun üçün Azərbaycanda hakimiyyəti diktatura ilə idarə edilməsi əsasdır. Və dəyərli dostlar, deməli Avropa Şurasının Parlament Assambleyasının bu sədrinin, prezidentinin yüksək bir vəzifəli bir şəxsliyinə kimi Aşpa prezidenti Azərbaycan prezidenti haqqında belə ifadə işlətməyibdir. Azərbaycan hakimiyyəti haqqında da belə ifadə işlətməyibdir. Konkret açıq dillə deyir ki, İlham Əliyev diktatordur. Mən cənab Əliyevə buradan səslənirəm ki, bax, biz də aşağı-yuxarı sənə diktator deyirik. Bizə cinayət işləri açıb öldürtməyə çalışırsan. Əgər cəsarətin, hünərin varsa, Aşpa prezidentinə qarşı da eyni addımı at da. Biz sənin öz vətəndaşlarını, ölkəmizdə nələr baş verir, öz gözümüzlə görürük. Azərbaycan dilində danışırıq. Bunu Azərbaycandakılar eşidir və sən və sənin hakimiyyətin eşidir. Aşpa prezidentinin isə bu beynəlxalq arenada bu çıxışını bütün dünya izləyir. Cəzalandıra bilərsən onu da? Yox. Çünki sənin gücün ancaq öz vətəndaşlarına, doğrunu danışan vətəndaşlarına çatır.